все, что вы в основном сегодня видите. Ekmeği tuza balık Salamlar. Gəlin bugün Antalya'da 5 günlük istirahətimizi necə keçirdik? Pasiv istirahətə o qədər pul verməyə dəyərmi? Neçə gün kifayət eləyir? Hər gün eyni şeylər olub darıxdırıcı mı olur, yoxsa fərqli fəaliyyətlər mi olur? Bunların hamısını müzakirə eləyək. Öncə biraz hava limanı. Məncə ümumiyyətlə Bakı Beynəlxalq Hava Limanı çox müasirdir, gözəldir. Burada artıq biletlərimizi almışıq və yeni qapılarımıza girişi gözləyirik. Artıq girdik. Təyyarələr bu şəkildə görünür. Hətta keçişi də görə bilərsiniz. Təyyarənin içərisinə insanlar necə girir? Təyyarənin içərisində isə heç kəsin yüksək ehtimalla oxumadığı, mənim isə hər şeydə olduğu kimi maraq göstərdiyim təlimat kitabçasını görürük. Bu uçuş zamanı özünü narahat hiss edə biləcək insanlar üçün nəzərdə tutulmuş paketdir. Və budur, uçuşumuz başladı. Qeyd edeyim ki, Azərbaycan Hava Yollarının pilotları çox təcrübəli və dəqiqdirlər. 2 saat 55 dəqiqəyə çatacağımızı söylədi və tamına 2 saat 55 dəqiqəyə çatdıq. Çox təəccüblənmişdim. Və yeməklərini də deməsəm olmaz. Yeməkləri çox dadlı və doyumcul olur. Bu mənada Azalı çox bəyənirəm. Budur, eniş etdik, pilotumuzu alqışladıq və sözü gedən Antalya Hava Limanına çatırıq. Bizi artıq möhürlədilər. Bugün birinci gündəyik. Bütün rutin işləmləri keçdik. Hava limanından, pasaport kontrolu, bagajlar. Antalya'ya avtobuslarla gəldik, otelimizə çatdıq. Çox yorğun idik. Bizdə uçuş saat 7-də idi. Gecə yata bilməmişdik demək olar. Bugün üçün sadəcə demək olar yemək yemişik və yatmışıq. 3 nəfər üçün 6000 manata yaxın bir şey idi. Mən dəqiq. Baxın, bu mənim balkonumun mənzərəsidir. Buradan qarşı otelin akvaparkı görünür. Buralar qarşı oteldir. Qarşı otelin qonaqlarıdır. Balkonlarında əyləşiblər. Bu da bizim balkon. Gəlirik işin ən dadlı və ləzzətli hissəsinə. Görək bizə otel hansı təamları təklif eləyir. Qeyd edelim ki, biz 5 ulduzlu otelin all-inclusive paketini götürmüşdük. Bura bütün qidalar, içkilər limitsiz və pulsuz olaraq daxildir. Və hər gün çalışılırdı ki, eyni şeylər servis olunmasın. Müxtəlifliyə diqqət edirdilər. Bu da çox xoşa gələn idi. Və bəli, əgər yayda istirahət haqqınızı 5 günlük pasiv istirahətdən yana istifadə etmisinizsə, demək ki, çox güman ki, motivasiya qaynağınız çimərlik və dincəlməkdir. Bizim otelin 3 böyük hovuzu var idi, hər biri müxtəlif ölçülərdə və əsas böyük hovuzun ətrafında animatorlar tərəfindən şoular nümayiş olunurdu. Təbii ki, musiqi fonunda və müxtəlif rəqs yarışmaları keçirilirdi. Qeyd edeyim ki, daha çox ailəvi istirahət məkanı idi. Otelin öz fotoqrafları var idi. Sizi plyaj ərazisində, çimərlik ərazisində və yaxud otelin hər hansı bir estetik yerində çəkməyə təklif edirdilər. Sadəcə mənə görə qiymətlər
bir qədər şişirdilmiş idi. İstər elektron versiyada, istər çap edilmiş formatda bir şəkil $10 idi. Bunlar isə çimən insanlar üçün nəzərdə tutulmuş açıq havada olan atışdırmalıqlardır. Bura isə otelin plaj ərazisidir. Gözəldir, sadəcə dəniz çox dalğalı olduğuna görə biz daha çox hovuz başında keçirdik vaxtımızı və qeyd edeyim ki, hava həddən artıq isti idi. Hətta o qədər ki, bəzən telefon error verirdi və dəhşətli dərəcədə qızırdı. Ona görə də gəldiyiniz istirahətin demək olar 5 gün, 6 gün gəlmisinizsə, onun 4 gününü, 5 gününü çimərliksiz təsəvvür eləmək mümkün deyil. Bu isə otelin gecə görünüşü. Artıq hər kəs duşunu qəbul edib, axşam üçün çox gözəl, şık bir şəkildə hazırlaşıb, yeməyimizi yeyəndən sonra əsas əyləncələrin keçirildiyi məkana gedirdik və hər gün bir-birindən maraqlı tədbirlər olurdu. Gəlin izləyək. Yes, Belgium. All right. Switzerland. Yes, bravo. Bosnia. Bravo. All right, Kosovo. Yes, bravo, bravo. And more Albania. Yes, Macedonia. Serbia. Romania. Czech Republic. Slovenia. Slovakia. Yes, bravo. Yeah. All right. And more England. Yes, bravo. Deutschland, nochmal. Yes, bravo. All right, Scotland, Ireland, Iceland, no one. Some French. Və gün 3 otelimizə bəzi tur şirkəti menecerləri gəlir və bizə bələdçili şəhər mərkəzinə turlar təklif edirlər. Bu isə bizim necəsə digər otellərin sadəcə rus turistlərindən ibarət səfərimiz.
видит стратегически важное место, основывает город, называет Анталия. Так возникла Анталия. По факту наследие Александра Македонского, как и Памуккале, так и Анталию. Первый век до нашей эры эти земли уже римляне. Все, что вы в основном сегодня видите, это второй век нашей эры. Ну и 18-й уже дальше Османская империя. Мечети, правда, в 13-м. Я всегда один только стих из священной книги Коран читаю. Можете в эту посмотреть. Круглая, это римляне придумали. Мы ее усовершенствовали, острая. Острая арка, благодаря ей мы сделали многокупольную постройку. Видите, раз купол, два купола, три купола, 4, 5, 6, 7. Благодаря такой постройке мы подадим. Ön tarafa bu taraftan geçebilirsiniz. Teknenin burnunda fotoğraf çekilebilirsiniz. Arka taraf, bir de üst taraf. Spasательный нужен. Gördüyünüz kimi götürdüyümüz tur paketin daxilinə həmçinin gəmi turu, marina turu daxildir və burada turistlər üçün 30 dəqiqəlik fasilə sırf çimmək üçün ayrılmışdı. Ondan sonra isə gəmimiz yenidən limana qayıtdı. Bu isə üst göyərtədən görüntülərdir. Təbii ki, kabinanın içərisində oturmuşkən dedim, niyə də kapitanın kabinasını ziyarət etməyim. Çox sağ olsun, qonaqpərvərliklə qarşıladı və bəzi suallarımı verdim. Gəlin izləyək. Bir gözünü kaparsan daha iyi olur aslında. Yani iyice yanaştırıp. Hani nereye yaklaşacağınızı Ya o yok, daha çok şey hani bir cisim falan oluyor suyun üstünde, işte şamandıra mı yoksa işte ona göre önlem alıyoruz biz de. Ya da yüzen biri olur, yardıma ihtiyacı olur. Aynen. Gözünün o mantıklı kullanıyor. Profesyonel bir şey değil, en fazla o kadar. şu navigasyon değil mi? Renklerin farkı ne peki? Onlar şeyler var bak, etrafımızdaki gemileri gösteriyor. Şu kırmızı biziz. Bunlar da limanın içindeki tekneler, bunlar dışarıdaki tekneler. Onları gösteriyor. Bak, göstergeler var. Şu bizim hızımız mı yoksa? Bu devir saati. Yani hız gibi bir şey de diyebiliriz yani. Şuradan anons edeceğiz şimdi. 72'ye geçiyoruz. 72 kanal Marina'nın kanalı, yani bu Sefir Marina'nın kanalı. Oradan şimdi anons edeceğiz. Onlar da devam edebilirsiniz derse devam edeceğiz. Deniz arkadaş. Müsaitse devam etmek istiyoruz. Anlaşıldı, teşekkürler. İzin verdiniz. Hop, biraz hızlı geldin. Nasıl ama? Süper. Bunlar çupraya benzeyen melanür diyorlar Antalya'da buna. Kara kuyruk da diyorlar ama çupra gibi. Yeniyor değil mi? Tabii, evet. Hmm. Biraz daha büyüsün yiyeceğiz onları. Akşam yemeğinde. Kaptanım çok teşekkür ederiz. Görüşürüz. İyi Elinize tatiller, sağlık. kendine iyi bak. Sağ olun. 43 dərəcə istidəki bu şəhər mərkəzinə səyahətimizdən sonra artıq ev kimi hiss etdirən otelimizə geri dönürük və bizi yeni təamlar qarşılayır.
Qaça-qaça amfidəki yerimizi tuturuq. Çünki bilirik ki, bugün də maraqlı hansısa şou olacaq. Amma sözün açığı ən sevdiyim şou bugünkü şou olmuşdu. Çünki izləyiciləri səhnəyə çıxarmışdılar və çox səmimi, əyləncəli görüntülər ortaya çıxmışdı. Ümid edirəm siz də maraqla izləyərsiniz. Popoyu kaldır da iyice kaldır. Okey, popoya. Baydıray. Popo! My friend, what's your name? Sümen. Sümen. And? Shakira. Shakira. Osimhen and Shakira, ladies and gentlemen. Where are you from? Netherlands. Hollanda'dan geliyorlar. Alkışlarla aplaus, ladies and gentlemen. What's your name? What's your name? Sümen. Osimhen. Okay. All right, Osimhen. Oh, if I forget, I will say Obama. Okay. And what's your name? Where are you from? We have welcome to Kakilezav'ın hakkında bir isminiz nereden geliyorsunuz? Kerim Hollanda. Kerim and Güllü. Lan bunlar Türk çıktı. Evet, Kerim and Güllü half from Holland, half from Turkey. It's been remixo. Applause, ladies and gentlemen. Yeah. And number 4, what's your name? Where are you from? We have welcome to Kakilezav'ın hakkında bir isminiz nereden geliyorsunuz? Arabi, şuz, mekminden cehalle hadala alem halli malakullah. Adalla halakala alem wala. Mark, kısacası diyor Mark. Allah yardımcı olsun abici. Geçmiş olsun. Allah başka dert vermesin. Applause, ladies and gentlemen. Here we go. Ladies and gentlemen, applause for Turkistan! Mashallah. I know you can dance very good. You don't know rhythm. Let's dance. Maestro gönder gelsin.
This is no lambada. Adam diri. Konsantrasyon olmuş böyle bak. My friend. Anlat alırız. Normal lambada. Yani, internasyonel lambada. Okay. Just. Ama no. Ver müziği abi. Vallahi çarparım. Bak yine geldi. Applause, ladies and gentlemen. Please don't sit there. Allah ne verdiyse. Ya Allah. Tolga. Oğlum ışığı kapatsana. Why you don't close the lights? Oradan bak. Və son dəfə sizi həzin musiqilərin axışına buraxmamışdan öncə yekun fikirlərimi demək istəyirəm. Mənə görə 5 gecə 6 günlük tətil tam-tamına kifayət elədi. Azı da yaxşı olmazdı, çoxu da düşünürəm bəlkə sıxıcı ola bilərdi. Bundan sonra bu tip bir tətil təkrarlamaq istəyərəmmi? Əgər balayında deyilsinizsə və yaxud yanınızda orta yaşlı insanlar yoxdursa və bir dəfə də pasiv istirahət elədinizsə, bundan sonra aktiv istirahətə üst tutardım. Sen benim neler çektiğimi bilsen bunu bilmekten ölürdün. Şu kadarını söyleyeyim, yani taş olsan, hani taş olsan ortadan ikiye bölünürdün. Vazgeçtim ne adam gözlerinden, sözlerinden, siyah elbisenden, siyah saçlarından ve siyah gözlerinden ve kırmızı dudaklarından. Vazgeçtim gözlerinden, vazgeçtim sözlerinden. En güzel mahsur olanmış, her şey yalan. En güzel mahsur olanmış, isyan gelebilir. Yalan beni bu dergin usuna su içen gibi. İşte böyle enteresan seviyorum seni. Ekmeği tuza balık yer gibi. Geceleyin ateşler için uyanarak ağzını da yiyip usuna sana kadar su içer gibi. Seviyorum seni.